Salam əziz şagirdlərim və bu videonu izləyən abituriyentlər. Bu günləri istilik effekti başlığında ətraflı yazı cavabı tələb edən tapşırıqların video izahına baxacaqsınız. Videoya keçməmişdən qabaq onu qeyd etmək istəyirəm ki, videoya baxdıqdan sonra xahiş edirəm əməyə hörmət olaraqdan bəyənməyi və yorum yazmağı unutmayın. Əvvəlcədən təşəkkür edirəm. Birinci tapşırıqla başladıq. Bismillah. Butanın yanma reaksiyasının istilik effekti verilir və butanın yanma istiliyini və belə deyək 825 kilojoul istilik alındıqda əmələ gələn karbon qazının həcmini litrlə hesablayın deyə soruşur. Demək bu birinci tapşırıqdır. Birinci tapşırığa başlayaq. Butanın yanma reaksiyası. Butan C4H10-dur. Bir dəqiqə. C4H10-dur və oksigende yandığı zaman reaksiya nəticəsində karbon qazı və su əmələ gəlir. İstilik effektində uşaqlar unutmayın ki, həmişə kimyəvi reaksiyada belə deyim də, maddələrin qarşısındakı əmsallar tam ədədlər olmalıdır. Biz əgər burada belə deyək, karbon 4-dür, 4 şəklində qeyd etsək, hidrogen 10-dur, 5 şəklində qeyd etsək, baxırıq ki, oksigenin sağ tərəfdə 8, 5, 13, bura sol tərəfə 6, 10-da 5 yazmalıyıq. Deməli, bu doğru deyil, bu formada olmalı deyil. Çünki tam ədədlər olmalıdır, bayaq da dedim. Və bunun üçün biz maddələrin qarşısındakı əmsalları, bayaqki əmsalları 2 dəfə artıracağıq. Yəni, C4H10-un qarşısına 2 yazacağım. Əmələ gələn karbon qazının miqdarı, karbonun sol tərəfdə 8 deyə 8 mol olacaq və suyun isə miqdarı olacaq nə qədər? 10 mol. Daha sonra deyir ki, istilik effekti 3300-dür. Yazıram 3300. Qeyd etdik və reaksiya nəticəsində butanın yanma istiliyini bilirik ki, yanma istiliyini tapmaqdan ötürü uşaqlar kimyəvi reaksiyanın istilik effektini yanan maddənin əmsalına bölmək lazımdır. Q yanmanı tapdıqda bu 3300-ü böləcəyik 2-yə. Bir dəqiqə bölüm və buradan da tapacağıq ki, 1650 kilojoul bölünsün mol şəklində qeyd etmək mümkündür. Q yanma nə üçün idi? Biz butan üçün tapdıq. C4H10 üçün tapmışıq. Yaxşı. Və 825 kilojoul istilik alındıqda əmələ gələn karbon qazının həcmini litrlə soruşur. Karbon qazının əmələ gələn moluna baxırıq ki, 8 moldur, 8 həcmdir. Yəni 8 mol, 8 vurulsun 22,4 litr karbon qazı alınanda 3300 kilojoul istiliyin ayrılması baş verir. Bəs 825 kilojoul istilik ayrıldıqda nə qədər karbon qazı əmələ gələr? Məchul. Buradan da deməli eləyəcək ki, nə? Bu 4 eləyər. Bəli, 4 eləyər. Burada 2 və eləyər 44,8 litr. Bu da bizdən istənilən ikinci şərt idi. Deməli, birinciyə tapdıq butanın yanma istiliyini 1650. Burada qeyd etmişdim. İkincidə isə 44,8 litr. Keçək növbəti tapşırığa. 31 qram fosforun artıqlaması ilə götürülmüş oksigen ilə yandırılmasının 750 kilojoul istiliyi ayrılır. Reaksiyanın istilik effekti və fosfor 5 oksidin əmələ gəlmə istiliyini müəyyən edir. Fosfor oksigenində yanan zaman əmələ gəlir P2O5. Maddələrin qarşısındakı əmsallar tam olmalıdır və buna görə də bu formada qeyd edirik. Daha sonra 750 kilojoul istilik ayrılır. 31 qram fosfor yandıqda reaksiyanın istilik effektini məndən soruşur. 31 qram fosfor yanan zaman 750 kilojoul istilik ayrılırsa, reaksiyaya daxil olan fosforumuz nə qədərdir uşaqlar? 4 vurulsun 31. Yaxşı. Onda 4 vur 31 qram fosfor reaksiyaya daxil olduğu zaman nə qədər istiliyin ayrıldığını görərik. Buradan da 3000 kilojoul eləyər də, bəli. Deməli, reaksiyanın istilik effektini 3000 kilojoul tapdıq. Bunu necə müəyyən etdik uşaqlar? İstilik effekti reaksiyaya daxil olan maddələrin miqdarına, moluna, həcminə əsasən tapılır. Bu mənə məsələnin şərtində 31 qram fosforun yanmasından əmələ gələn istilik 750 verib. Siz elə bilməyin ki, reaksiyanın istilik effekti 750-dir. Xeyr. Bu 31 qram fosfor yananda da. Amma mən belə deyim də, nəzəri olaraq qayda qanunla baxıram ki, mənim reaksiyama 124 qram, yəni 4 vur 31 qram fosfor daxil olub. Bu zaman nə qədər istilik ayrılacaq? 3000 kilojoul. Onda deməli, bizim reaksiyamızın istilik effekti olacaq 3000 və reaksiyanın istilik effektini soruşur. Bu məndən istənilən birinci cavabdır. Daha sonra fosfor 5 oksidin əmələ gəlmə istiliyi. Əmələ gəlmə istiliyi nə deməkdir uşaqlar? 1 mol mürəkkəb maddənin əmələ gəlməsi zamanı ayrılan yaxud udulan istiliyin miqdarına deyilir. Burada P2O5 neçə mol əmələ gəlib uşaqlar? 2 mol. Deməli, biz həmişə neçə mola əsasən tapacağıq əmələ gəlmə istiliyini, yaxud yanma istiliyini? 1 mola əsasən tapacağıq. Bunun üçün istilik effektini əmələ gələn maddənin əmsalına bölməliyik. Q əmələ gəlmə
P2O5 üçün tapanda biz həmin bu istilik effektini əmələ gələn maddənin qarşısındakı əmsala bölürük. Nə üçün böldük? Çünki biz prosesi 1 mola görə həyata keçiririk. Və buradan da asanlıqla 1500 kilojoule bölünsün mol şəklində qeyd etmək olar. Deməli, P2O5-in əmələ gəlmə istiliyi isə 1500-dür. Bu bizdən istənilən ikinci şərt idi. Birinci şərt istilik effekti idi. Bunu da mən burada qeyd etmişdim. Keçək növbəti tapşırığa. Fosforun yenə oksigenlə reaksiyasını verir və reaksiya tənliyinin qrafikinə əsasən reaksiyanın istilik effektini və fosforun yanma istiliyini müəyyən edin. Reaksiyanı köçürdək. 4 fosfor 5 mol oksigenlə reaksiyaya daxil olaraq 2 mol P2O5-i əmələ gətirdi. Baxıram ki, fosforumun miqdarı 12,4 qram fosfor reaksiyaya girəndə 301 kilojoule istiliyin ayrılması prosesi baş verir uşaqlar. Yaxşı. Bu 12,4 qram fosfor girəndə ayrılan istilikdə biz nəyə əsasən istilik effektini tapırıq həmişə? Biz kimyəvi reaksiyamıza əsasən. Baxıram ki, kimyəvi reaksiyaya nə qədər fosfor daxil oldu? 4 vurulsun 31 qram fosfor. Onda yazarıqmı? 4 vurulsun 31 qram fosfor daxil olanda nə qədər istilik ayrılacaq? Burada 124 eləyir. Bununla asanlıqla ixtisar edəndə 3110 kilojoule. Deməli, elə bizim reaksiyamızın istilik effekti 3110 idi. Bizdən də reaksiyanın istilik effektini soruşduğu üçün bu bizdə birinci istəniləndir. Keçirəm daha sonra. Fosforun yanma istiliyini müəyyən edin. Yenə də yanma istiliyi də, əmələ gəlmə istiliyi də eyni qaydada tapılır. Kimyəvi reaksiyanın istilik effektini yanan yaxud əmələ gələn mürəkkəb maddənin qarşısındakı əmsala bölmək lazımdır. Və bu 3110 tapmışam uşaqlar. Bu bizim istilik effektimizdir. Deməli, Q yanma nə üçün tapdıq biz? Fosfor üçün bərabərdir. 3010 bölünsün nə şəklində qeyd eləyəcəm? 4. Çünki mənim belə deyim də yanan maddəmin əmsalı neçədir? 4-dür. Və buradan asanlıqla da taparıq ki, bir dəqiqə tapım. Kalkulyatorda bölüm. Buradan da taparıq ki, 752,5 kilojoule bölünsün nə şəklində olacaq? Mol şəklində olacaq. Bu da məndən istənilən nədir uşaqlar? İkinci şərtdir. Deməli, birincində istilik effektini tap soruşdu. Biz bunu rahatlıqla tapdıq 3010. Bu məndən birinci istənilən idi. İkinci isə fosforun yanma istiliyini soruşdu. Bu da 752,5 kilojoule bölünsün mol şəklindədir. Keçək növbəti tapşırığa. Magneziumun CO2 ilə reaksiyasından magnezium oksid və karbon alınır. Reaksiyanın istilik effektini hesablayın. A-nı və B-ni müəyyən edin. Reaksiyanı köçürdürəm. 2 mol magnezium üzərinə gəlinsin CO2 alınır. 2 mol magnezium oksid və bir də karbon. Proses zamanı baxıram ki, magnezium oksidin əmələ gəlmə istiliyini, CO2-nin əmələ gəlmə istiliyini verir, belə deyim. Və burada uşaqlar istilik effektini, Q-nü bizdən soruşur. Q-nü də tapmaqdan ötürü bilirik ki, belə deyim, Hess qanununa əsasən əmələ gələn məhsulların, belə deyək də, əmələ gəlmə istiliklərinin cəmindən başlanğıc maddələrin əmələ gəlmə istiliklərinin cəmini çıxırıq. Bu nə deməkdir? Burada söhbət mürəkkəb maddələrdən gedir. Çünki mürəkkəb maddənin əmələ gəlmə istiliyi mövcuddur. Bəsit maddənin əmələ gəlmə istiliyini nə kimi qəbul edirik biz? 0 kimi. Deməli, burada istər karbonun, istərsə də uşaqlar, magneziumun əmələ gəlmə istiliyi nə olacaq? Əlbəttə ki, 0 olacaq. Ona görə burada əmələ gəlmə istiliyi sadəcə mənə magnezium oksidlə CO2-nin lazımdır. Ona görə də bunları nə ediblər? Hər ikisinin miqdarını veriblər. Q-nü tapdığım zaman nə edəcəm? Deməli, məhsulumuz magnezium oksiddir. Onun əmələ gəlmə istiliyi 601,5-dir. Həmin bu 2 vurulsun, çünki əmsal nəzərə alınmaqlandır. Maddənin əmələ gəlmə istiliyini vururuq onun əmsalına. Bundan çıxırıq. CO2-nin əmələ gəlmə istiliyi 393,5. Buradan da Q-nü bir dəqiqə hesablayaq. Q-nü hesablasaq, bir dəqiqə. Demək, eləyəcək burada 1203 çıxılsın 393,5. Buradan da rahatlıqla hesablayarıq. 809,5 kilojoule. Bunu biz belə qeyd etdik. Bəzən hesablamaya siz özünüz də yazanda diqqət edin. Yəni, məsələnin gedişatı düzdür. Sadəcə hesablamağa özünüz də diqqət edərsiniz. Bu istilik effektini tapdıq. Bu məndən istənilən birinci şərt idi, qeyd etdim. A və B-ni müəyyən edin. Gəlin görək A ilə B nədir? A və B də ki, belə deyək də, yanma istilikləridir. İstər magneziumun yanma istiliyini, belə deyək, soruşur və istərsə də karbonun, belə deyim də, yanma istiliyini bizdən soruşur. Uşaqlar, magneziumun yanma əgər istiliyini soruşursa məndən, bax burada yanma istiliyini. Deməli, magnezium
oksigende yanır və yandığı zaman nə əmələ gəlir? Maqnezium oksid əmələ gəlir. Əmsallaşdırdığım zaman bura qeyd edirəm və mənə baxırıq ki, bizə də maqnezium oksidin əmələ gəlmə istiliyini nə qədər verib? 601.5 kimi verib də, heləm uşaqlar. Həmin bu maqnezium oksidin əmələ gəlmə istiliyi 601.5 kilojol bölünsün mol, onun 1 molu üçün idi. 601.5. Biz də bilirik ki, istilik effekti əmələ gəlmə istiliyini tapanda həmişə belə deyim də, istilik effekti əmələ gələn maddənin əmsalına bölünür. Burada maqnezium oksidin qarşısındakı əmsal neçədir? 2. Biz istilik effektini tapanda onu nəzərə alacağıq. Çünki 1 mol üçün hesablanır əmələ gəlmə istiliyi. 1 mol maqnezium oksid əmələ gələn zaman 601.5 kilojol belə deyək də, istiliyin ayrılırsa, biz bunu 2 mol üçün hesablamalıyıq. Nəyə görə? Bu da belə deyək də, X şəklində yazsaq, buradan asanlıqla taparıq ki, elə belə yazaq da 601.5 vurulsun 2. Eləmi? Bax, bu mənim istilik effektim. Çünki, belə deyim də, burada istilik effekti 601.5 vurulsun, biraz 5'imiz çirkin oldu, vurulsun, qoy bunu silim, tam təzdən yazaq uşaqlar, səliqəli olsun, sizin üçün də anlaşıqlı olsun. Deməli, bu 601.5 vur 2-ni nəyə görə saxlamışam? Hesablamaq istəmirdim, amma gəlin hesablayaq. 601.5 vurulsun 2. Bu da eləyir 1203. Elə bayaq buradan yazmışdıq da. 1203 kilojol istilik. Nə? 1200 kilojol istilik ayrılıb. Uşaqlar, nəyə görə bunu vur 2 yazdım? Çünki deməli bu reaksiyanın istilik effekti 1203 imiş ki, onu bölmüşəm. Əmələ gələn maqnezium oksidin qarşısındakı 2-yə ki, maqnezium oksidin əmələ gəlmə istiliyini tapmışam. Biz bilirik ki, əmələ gəlmə istiliyi bəsit maddələrin reaksiyası nəticəsində əmələ gələn maddənin, belə deyim də, reaksiyanın istilik effektini bölməliyik həmin maddənin əmələ gəlmə moluna, daha doğrusu qarşısındakı moluna. Bundan əmələ gəlmə istiliyini tapırıq. Deməli, məndən də Q əmələ gəlmə, daha doğrusu maqneziumun yanma istiliyini soruşur. Q yanma maqnezium üçün tapdıqda, yenidən bu 1203'ü bölərsiniz maqneziumun qarşısındakı neçəyə? 2'yə. Çünki yanma istiliyində əmələ gəlmə istiliyi də 1 mola görə hesablanır. Bu da yenə 601.5 idi. Bayaq onun üçün heç vurmaq istəmirdim. Daha sonra karbonu deyir bizdən. Karbon üçün də necə yazarıq? Karbondakı o oksigenlə reaksiyaya girir, əmələ gəlir CO2, heləm uşaqlar. Və bunun da baxıram ki, CO2-nin əmələ gəlmə istiliyini Q əmələ gəlmə CO2 üçün nə qədər verib? 393.5 verib. Deməli, elə bu maddənin istilik effekti də 393.5'dir. Çünki CO2-nin əmsalı 1'dir. İstilik effekti 393.5'dir. Məndən indi Q yanma karbonu soruşduğu üçün reaksiyanın istilik effekti 393.5'i bölürəm karbonun molu neçədir? 1'ə. Elə bu da mənə verəcək 393.5 kilojol bölünsün mol. Yəni, məndə bu isə bizdə soruşulan B idi, yəni ikinciyə uyğun idi. İkinciyə 393.5, birinciyə isə nə tapdıq uşaqlar? Yəni, A-nı nə tapdıq? Bu isə maqnezium üçün idi ki, 601.5. Keçək növbəti tapşırığa. Gəlin görək nə deyir? 3,2 qram metan verir və bu metanın yanması zamanı 176 kilojol istilik ayrılır. Bu reaksiyanın istilik effektini və əmələ gələn suyun kütləsini məndən soruşur. Baxıram ki, metan maddəmiz var. Həmin metan oksigende yanır və yanması nəticəsində belə deyim də, yanması nəticəsində karbon qazı və su əmələ gəlir və suyun qarşısına 2 əmsalı atırıq, rahatlıqla reaksiya tənliyini əmsallaşdırırıq. 3,2 qram metanın yanması zamanı 176 kilojol istilik ayrılır. Baxıram ki, mənim reaksiyama 1 mol, başqa sözlə desək, 16 qram metan reaksiyaya girir və bu zaman reaksiyamın istilik effektini asanlıqla hesablayaram ki, bir dəqiqə hesablayım. Buradan taparıq ki, 880 kilojol istilik ayrıldı. Reaksiyanın istilik effektidir. Bunu soruşur elə birinci məndən. Bunu alıram belə haşiyə, bu gözümüzün qarşısında dursun. Keçirik növbətiyə. Növbətidə deyir ki, bu reaksiya zamanı əmələ gələn suyun kütləsini qramla hesablayın. Əmələ gələn suyun kütləsini qramla hesabla deyirsə, baxıram ki, reaksiyanın istilik effektini bura yazıram mən 880. Baxıram ki, 2 vurulsun 36 qram, üzr istəyin 18 qram demək istədim. Fikrimdə 18 tutub 36 yazıram. 18 qram su əmələ gələn zaman 880 kilojol ayrılır qayda qanunundan. Biz reaksiya təlimizə bax. Bizə deyir 176 kilojol istilik ayrılır. Bəs 176-da nə qədər olar? Burada bir yazarıq, məsələn, Y. Elə uşaqlar. Bu bundan eləyəcək 5. Daha sonra da buradan da Y də bərabər olacaq. Belə deyək də 5Y bərabərdir 36.
Y-i də buradan asanlıqla taparıq ki, belə deyim də 7,2 qram. Deməli, həqiqətən də 176 kilojol istilik ayrılsa, bu zaman 7,2 qram nəyin ayrılması prosesi baş verəcək? Suyun əmələ gəlməsi. Bu da məndən istənilən deyəsən ikinci idi də suyun kütləsini qramla hesablayın. Bəli. Birinci oldu nə? 880, ikinci oldu 7,2. Aha. Keçirəm növbəti tapşırığa. Demək, növbəti tapşırıqda C4 HX oksigenlə yanır, karbon qazı və su əmələ gəlir. Deməli, yazaq C4 C4 HX plus deməli, oksigenlə reaksiyaya girir, Y mol və reaksiya nəticəsində 4 mol karbon qazı və 4 mol da su əmələ gəlir və bir də ki, plus Q kilojol istilik ayrılır. Bunu yazdıq. Baxıram ki, kimyəvi reaksiyada 4 mol karbon qazı alınıb. 4 mol karbon qazı alınıbsa, deməli burada karbonum solda 4-dür. Hidrogen 4 vurulsun 2, yəni 8 mol hidrogen alınır. Solda isə elə bu X-in yerinə nə yazmalıyıq uşaqlar? Biz bu X-in yerinə 8 yazmalıyıq da. Təliyin sol və sağ tərəfində atom sayı bərabər olur. Sol tərəfdə bax bu 4-dür. 4-ü vurdum 2-yə, 8 oksigen burada. 4-ü vurdum 1-ə, 4 oksigen burada. Yəni cəm 1-ə 12 oksigen varsa, deməli mən Y-in yerinə nə yazacağam uşaqlar? 6 yazaram ki, təliyim sol və sağ tərəfində də nə olsun? Əmsallar bərabər olsun. Və reaksiya tənliyinə əsasən 0,5 kilojol istilik ayrılan zaman yanan maddənin kütləsini qramla hesablayırıq. Deməli, baxıram ki, C4H8-in emirini hesablasaq, karbon 12-dir. Deməli, 48, 56 qram. Baxıram ki, 56 qram C4H8 reaksiyaya girəndə, belə deyək də, Q qədər istilik ayrılır. Yaxşı, 0,5 Q qədər istiliyin ayrılması üçün, belə deyək də, nə qədər C4H8 reaksiyaya girməlidir? Buradan da baxırıq ki, 28 qram. Deməli, bizdən istənilən birinci şərt də budur. Keçirik deyir, yanmaya sərf olunan oksigenin normal şəraitdə həcmini litrlə. Baxıram ki, reaksiyaya 6 mol, yəni digər sözlə desək, 6 vurulsun 22,4 litr oksigen girəndə Q qədər istilik ayrılır. 0,5 Q qədər istilik ayrılan zaman, belə deyək də, nə qədər oksigen həcmlə daxil olmalıdır. Buradan da asanlıqla taparıq ki, 67,2 litrə. Bu da bizim ikinci istənilən şərtimiz olacaq. Birinci 28 qram, ikinci isə 67,2 qram. Keçək növbəti tapşırığa. 6 qram etanın yanması zamanı 312 kilojol istilik ayrılır və alkanların homoloji sırasında CH2 qrupunun hər bir moluna yanma istiliyinin 660 kilojol artmasını nəzərə alaraq N-pentanın və N-heptanın yanma istiliklərini hesablayın. Demək, əlimizdə etan var, C2H6-dır. Oksigende yanır, yanması nəticəsində karbon qazı və suyun alınması prosesi baş verir. Burada tam əmsallaşdırmaq üçün əvvəlcədən yazım, sonra kəsr ədəd olacaq biz əgər 1 mol üzrə getsək. Biz də bilirik ki, istilik effektində tam rəqəmlərdən istifadə olunacaq. Burada 4 yazarıq, bura isə 6 yazarıq, 8, 6, 14, bura isə nə yazarıq? 7. 6 qram etan yandığı zaman 312 kilojol istilik ayrılır. C2H6 üçün isə 2 vurulsun 30 üçün nə olacaq? Bilmirəm. Buradan olacaq 5 və asanlıqla taparıq ki, 3120 kilojol istiliyin ayrılması prosesi baş verəcək. Qeyd etdik və yanan maddənin kütləsini, yox, 7-ciyə baxırıq, burada 7-ci nömrə qoyum və deyir ki, bu tapdığım mənim alkanların, belə deyim də, homoloji sırasında CH2 qrupunun hər bir molunun yanma istiliyi. Yanma istiliyi dediyi üçün biz tapdığımız C2H6-nın istilik effektidir. Eləmi? Yəni ki, bura yazsaq 3120 bunun istilik effekti olacaq uşaqlar. Bizdən də Q yanma C2H6 üçün hesablasaq, buradan 3120-ni bölsək 2-yə, buradan belə deyək də 1500, bir dəqiqə bölüm, 1540 kilojol eləyəcək. Demək, bu yanma istiliyidir C2H6-nın. Həm də ki, C2H6-nın quruluşu CH3-CH3-dür də bilirsiniz. İndi məndən pentan C5H12-ni qeyd edir, 12 və bir də heptan. Bu da C7H16-dır ki, burada hər bir molunun yanma istiliyinin 660 kilojol artmasını nəzərə alaraq hər CH2 qrupu C5H12, burada da yazıram C2H6, C5H12, eləmi? Bu C5H12 ilə C2H6 arasında neçə dənə, belə deyim də, CH2 fərqi var? 3 dənə CH2 fərqi var, eləmi? C2H6-nın yanmasını uşaqlar, biz nə qədər yanma istiliyini nə qədər tapmışdıq? 1540 tapmışdıq da. Onda yazarıq ki, 1540 plus 3 CH2 qrupu, hər CH2-nin yanma istiliyi də 660-dırsa, bunu cəmləsək, bir dəqiqə cəmliyim uşaqlar.
Bir dəqiqə 1540 plus 3 vurulsun 660. Buradan da eləyəcək 3540 kilojol bölünsün mol yanma istiliyini tapırıq. Daha sonra C7H6 isə C7H6 ilə C5 bax buradan yazıram. C5H12 arasındakı CH2 fərqi nə qədərdir? 2 dənə də CH2 fərqi bunlar arasındadır. Əgər biz C5H12-nin yanmasını tapmışıqsa, yanma istiliyini 3540, onda bu 3540-ın üzərinə gələrəm. 2 vurulsun CH2 üçün. Hər CH2 üçün 660-dırsa, bir dəqiqə bunu vurum. Buradan da taparıq ki, 4840 kilojol bölünsün mol. Deməli, bu da tapdığım mənim C7H16-nın nə idir? Q yanması. Yanması bu qədərdir. Deməli, məndən istədiyi pentan üçün, birinci üçün 3540, ikinci üçün isə heptan üçün 4840 kilojol tapdım. Keçək növbəti tapşırığa. Növbət tapşırıqda nə deyir? Deyir, ardıcıllıq 2 reaksiya mərhələləri üçün T maddəsinin alınmasının tam reaksiya tənliyini yazın və reaksiyanın istilik effektini hesablayın. Deməli, burada 2 dənə bizə kimyəvi reaksiya verib, yazıram. 2 mol X plus Y alınıb 2 dənə Z plus Q1. Daha sonra yazıb ki, 2 dənə Z plus Y alınır 2 dənə T plus Q2. Eləmi? Mənə deyir T maddəsinin alınmasının tam reaksiyası. T maddəsi üçün bu reaksiya tənliyində bildik ki, Hess qanununa görə kimyəvi reaksiyanın istilik effekti reaksiyanın gedişindən, mərhələlərinin sayından asılı olmayıb, reaksiya girən və reaksiya nəticəsində alınan maddələrin təbiətindən, fiziki hallarından asılıdır. Uşaqlar, yəni ki, biz kimyəvi reaksiya tənliyini tərəf-tərəfə toplaya da bilərik, çıxa da bilərik, vura da bilərik, bölə də bilərik. Əsas odur ki, biz sonda istilik effektini əldə eləyək və yekun tənliyi qeyd eləyək. Deməli, bu reaksiya tənliyini biz tərəf-tərəfə toplasaq, uşaqlar, topladığım zaman burada 2Z maddəsi ilə 2Z maddəsi gedəcək. Sonda bizim əlimizdə nə qalacaq? 2X plus Y-lər cəmlənəcək. 2Y alınacaq 2 dənə T. Tərəf-tərəfə toplandığı üçün uşaqlar bu zaman istilik effektləri də toplanacaq. Q1 plus Q2 şəklində yazacağam. Daha sonra tənliyimin sol və sağ tərəfində əmsallar eynidir deyə 2-yə ixtisar ediləcək. X plus Y olacaq T. 2-yə bölündüyü üçün bizim reaksiyamızın istilik effektlərinin cəmi, yəni Q1 plus Q2 də bölünsün nəyə? 2 şəklində olacaq. İndi mənə reaksiyanın yekun tənliyini soruşur. Bax, yekun tənlik budur. X plus Y alınır T. Bu 1-ə uyğundur. Daha sonra reaksiyanın istilik effektini hesablayın. İstilik effekti də nə oldu uşaqlar? Belə deyək də, Q1 plus Q2 bölünsün 2-dir. Bu da bizdən istənilən ikincidir. Birinci yekun tənlik idi. X plus Y alınır T. İkinci də Q1 plus Q2 bölünsün 2 şəklində qeyd olunur. Keçək növbəti tapşırığa. Kalsium karbidin əmələ gəlmə istiliyini verir və bərabər mol sayda götürülmüş. Bizim bir dəqiqə. Bərabər mol sayda bizim üçün götürülən kalsium mövcuddur, karbon mövcuddur və bir də ki, kalsium karbid mövcuddur ki, bunların belə deyək, cəmi nə qədərdir birgə? 58 qram. Nə qədərdir? 58 qram. Və bunların közərdilməsi zamanı ayrılan istiliyin miqdarını və ilkin qarışıqdakı maddələrin ümumi mol sayını müəyyən edin. Uşaqlar, bu qarışıq birgə 58 qramdır və bunlar bərabər molda götürülür. Deməli, mənim götürdüyüm kalsiumda, məsələn, x mol götürürəmsə, karbon da x moldur, onda kalsium karbid də x moldur. Bunların hər birinin, belə deyim, qramla verdiyi üçün kalsiumun kütləsi 40-dır deyə vuracam x-ə, plus, karbon 12-dir, vuracam 12-yə x, plus kalsium karbiddə isə kalsium 40-dır, karbon 12-dir, belə deyək də, 40, 12, 52, kalsium karbid üzrü sayın belə yazılır. Üzrü sayın. Bu da 24, 40, 64 eləyəcək uşaqlar. Neçə eləyəcək? 64. Onda bu hissəni siləcəm. Və 64x bərabərdir 58-ə. Buradan da olar 52, 64, 110. Niyə belə elədi? 116, belə deyək, x bərabərdir 58-ə. X-i də buradan taparıq ki, 0,5. Deməli, 3 dənə maddə götürülüb. Bu hər maddəm 0,5, 0,5, 0,5, 0,5, bu da 0,5 mol götürülüb, eləmi? Və mənə deyir ki, bunlar həmin bu kalsium, karbon və kalsium karbid qarışığının havasız mühitdə közərdilməsi zamanı. Bu közərdilmə zamanı sözsüz ki, nə baş verəcək? Kalsiumla karbon reaksiyaya girəcək və reaksiya nəticəsində bizə kalsium karbidi belə deyək də əmələ gətirəcək və ayrılan istiliyin miqdarını, deməli, və ilkin qarışıqdakı maddələrin ümumi mol sayını. Uşaqlar, ilkin qarışıqda kalsiumu 0,5 götürmüşdüm, karbonu
0,5, kalsium karbidi 0,5. Ümumilikdə cəmi 0,5 plus 0,5 plus 0,5. Yəni əvvəldə mənim 1,5 mol nəyim olmuşdu? Maddəm olmuşdu. Maddə qarışığı olmuşdur. Yəni bu məndən istənilən ikinci şərt idi ki, bunu yazdım, burada qaldı. Daha sonra bunları közərtdilər və əmələ gəldi nə? Kalsium karbid əmələ gəldi. Və kalsium karbidin əmələ gəlmə istiliyini 62,8 verib, eləmi? Deməli bu maddənin elə istilik effekti də 62,8-dir də. Çünki kalsium karbidin molu 1-dir. Əmələ gəlmə istiliyi 62,8-dirsə, deməli reaksiyanda istilik effekti 62,8 olacaq. Və bu zaman ayrılan istiliyin miqdarını müəyyən etdirir. Bu kimyəvi reaksiya tənliyini yazdım. Daha sonra götürəcəyim, belə deyim də, götürdüyüm kalsium, bunu fərqli qələmlə yazacağım. Kalsium da 0,5 moldur. Mənim götürdüyüm karbon da 0,5 moldur. Mən demişdim ki, uşaqlar, başlanğıc maddələrin molları eyni olduğu zaman hansı maddə axıra qədər sərf olunur, necə tapırıq? Həmin o verilən molları gətiririk maddənin qarşısındakı əmsala bölürük. Bu kalsium üçün tapdım ki 0,5. Karbon üçün tapanda 0,5-i bölürəm 2-yə, tapıram ki 0,25 mol. Bu isə karbon üçündür. Və demişdim ki, o maddələrin mollarını gətirib reaksiyaya daxil olan miqdarlarına, moluna bölürsən, hansında kiçik rəqəm alınırsa, deməli o maddə axıra qədər sərf olunub, digər maddədən artıq alınıb. Burada da baxırıq ki, kiçik rəqəm, yəni 0,25 karbon üçün belə deyək də alınıb. Deməli karbon orada nə edəcək? Axıra qədər reaksiyaya daxil olacaq. Yaxşı. Onda necə yazarıq uşaqlar tənasübü? Belə yazarıqmı? Qayda qanunla 2 mol karbon reaksiyaya girəndə 62 tam nə qədərdir? Onda 8 kilojul istilik yayılır. Məndə bax bu 0,5 mol daxil olduğu zaman nə qədər istilik yayılır? Bax məndən onu soruşur uşaqlar. Bu da məhsuldur, eləmi? Bu 4 eləyər. 4 məhsul bərabərdir 62,8. Məhsul da bərabərdir. Deməli 1 belə deyək də 5, 15,7 kilojul istiliyin ayrılması prosesi baş verəcəkdir. Yəni ilkin qarışıqdakı maddələrin mollar cəmini demişdi. Mən o mollar cəmini nə qədər tapdım uşaqlar? Baxın burada yazdım. Mollar cəmini tapdım 1,5. Bu məndən ikinci şərt idi. Və həmin o 0,5 mol maddə közərdilən zaman belə deyək də nə qədər istilik ayrıldı? Onda 15,7 tapdım. Bu da məndən istənilən neçənci şərt idi uşaqlar? İkinci şərt idi. Keçək növbəti tapşırığa. Keçirik növbəti tapşırığa. Silisium dioksidin hidrogen fluorid ilə reaksiyasını verir və hidrogen fluorid ilə reaksiya tənliyini yazmağı və qrafikə əsasən ayrılan istiliyi hesablamağı soruşur və reaksiyanın istilik effektini də bizə əvvəlcədən verib ki, bu nə qədərdir? 188 kilojoldur. Bunun üçün nə edirik uşaqlar? Silisium O2 H ilə reaksiyaya daxil olur və reaksiya nəticəsində silisium fluor 4-ün və bir də suyun alınması prosesi baş verir. Reaksiya tənliyini yazırıq və burada suyun qarşısına 2 əmsalı atmaqla asanlıqla kimyəvi reaksiyanı əmsallaşdırdı. Deyir tənliyi yaz. Birinci tənliyi yazırsınız. Hansı tənliyi yazasınız? Yəni silisium O2 üzərinə gəlinsin H fluor alınır silisium fluor 4 plus su. Bax bu sizdən istənilən uşaqlar birinci şərtdir. Bunu yazdıq. Daha sonra deyir əmsallaşdır. Yuxarıdakını da əmsallaşdırdım. Bu da sizdən istənilən ikinci şərtdir. Keçək üçüncüyə. Deyir ki, reaksiyanın qrafikinə əsasən ayrılan istiliyi hesablayın. Yenidən yazıram reaksiyanı. Silisium O2 üzərinə gəlinsin H fluor, alınır silisium fluor 4 plus H2O. Burada yazdım 4, bura yazıram 2. Və mənə də deyir ki, reaksiyanın istilik effekti 188-dir. Bunu da yazdım bura. İndi uşaqlar, bura diqqətlə fikir verək. Qrafikdə görürük ki, burada hər ikisi X və Y, biri silisium O2-dir, biri də H fluordur. Sadəcə X axıra qədər sərf olunmayıb, ondan 60 qram artıq qalıb. Bax, hər ikisi başlanğıcda nədir? Eyni qramdır. X-dən 60 qram artıq qalıb, amma Y nə qədər başlanğıcda götürülürsə, onun hamısı axıra qədər sərf olunub. Deməli, reaksiyanın istilik effekti 188-dir və X maddəsindən 60 qram artıq qalıb. Uşaqlar, bunun üçün necə eləyərik? Silisium O2-nin, belə deyim də, kütləsini hesablayaq. Silisium 28, oksigen 32-dir. 28, 32 eləyir 60 qram. H fluorda fluor 19, hidrogen 1-dir. Molar kütlə 20-dir. 4 mol reaksiyaya giribsə, 20-ni 4-ə vursaq 80 qram. Uşaqlar, bax, mən dəfələrlə uşaqlara deyirəm ki, hər iki maddə, başlanğıc maddələrin kütləsi verilir. Məsələn deyirəm özümdən, m qram verilir. Gətir, bu verilən m-i reaksiyaya daxil olan maddənin miqdarına böl. Məsələn, silisium O2 üçün 60 yazıram. H fluor üçün m bölünsün 80 yazıram. Uşaqlar, m-i 60 yerə böləndə kiçik rəqəm alınır, yoxsa 80 yerə? Əlbəttə ki, 80 yerə bölsəm. Onda deməli belə görünür ki, H fluor axıra qədər sərf olundu. Uşaqlar, silisium O2 isə neynədir? Belə deyim də, silisium O2-dən artıq qaldı. Aha, artıq qalan silisium O2-nin
miqdarı nə qədər verilib? Baxın, burada 60 qram verilib də. Bu onun artıq qalanıdır. Bax, elə bil ki, başlanğıcda M idi, sonda gəldi 60 qaldı. Yəni M-60-ı reaksiyaya girdi də, belə deyək. Aydındır? İndi baxıram, bu hissəni daha başa salmaq üçün yazmışdım deyə. Uşaqlar bəzən çaşır ki, görəsən hansından nə qədər artıq qaldı, neçə qram? Mən bunu baxıram ki, qayda qanunla hər ikisini eyni kütlədə götürəm. Bilirəm, H-flor axıra qədər sərf olunur. 80-80 götürsəm, baxıram ki, 80 qram H-flor reaksiyaya girəndə, belə deyim də, 60 qram silisium O2 girir. 80 qram hər ikisini eyni kütlədə götürmüşəm. 80 qram görəndə də baxıram ki, 60 qramı reaksiyaya girdi. Axı bunların hər ikisini başlanğıcda 80 qram götürmüşdüm. Deməli bu 80 qramın 60 qram reaksiyaya girib, 20 qram neyniyib? Artıq qalıb. Aydındır uşaqlar? Bu 20 qram artıq qalıb. Mən baxıram ki, qayda qanunla 20 qram artıq qalanda silisium O2 belə deyim də 20 qram daha doğrusu artıq qalanda H-flor nə qədər reaksiyaya girib? 80 qram reaksiyaya girib də tam reaksiyaya daxil olanı mən hesablamaq istəyirəm ki, görüm başlanğıcda bu maddələr neçə qram götürülüblər. 20 qram artıq qalanda 80 qram H-flor reaksiyaya daxil olurdusa, baxıram ki, bizim sistemdə belə deyim də artıq qalma nə qədər oldu? Artıq qalma oldu 60 qram. 60 qram artıq qalanda nə qədər reaksiyaya girdi? Baxıram ki, 240. Deməli mənim elə başlanğıcda götürdüyüm istər H-flor, İstərsə də silisium O2 neçə qram imiş? 240 qram imiş. Sadəcə H-florin bu 240-dan 240-ı da sərf olunub. Aydın oldu uşaqlar. İndi mən baxıram ki, qayda qanunla 4 vurulsun, H-florin əməri 20-dir. 4 vurulsun 20 qram H-flor reaksiyaya girən zaman reaksiyanın istilik effekti nə qədər imiş? 188 və 240 olanda isə 240 qram reaksiyaya girir. Çünki H-flor axıra qədər sərf olunub da. Ona əsasən proses aparmalıyam. Buradan 3 eləyir. Buradan da asanlıqla 188 vurulsun. 3-ü 1 dəqiqə vurum. 1 dəqiqə vururam və buradan da 1 dəqiqə uşaqlar. Deməli, 188 vurulsun 3. Tapırıq ki, 564 kilojul istiliyin ayrılması prosesi baş verdi. Deməli, həqiqətən də gördük ki, uşaqlar, burada 188 kilojul olanda 80 qramı girir. Amma 240 olanda isə nə olacaq? 564 kilojul istiliyin ayrılması. Elə məndən də onu soruşduğu üçün hesablamanı ona əsasən apardı. Bu ikincidir. Birinci nə idi? Reaksiya tənliyini yazmaq idi. Yazdıq. Bax, bu birinci idi. Və sonra onu əmsallaşdırdıq. İkincidir. Və nəhayət üçüncü isə 564 kilojolla yekunlaşdı. Keçək növbəti tapşırığa. Növbəti tapşırıq 11-ci tapşırıqdır. Gəlin görək 11-də nə deyir bizə. Demək 11-ci tapşırıqda uşaqlar verilib bizə sink sulfid, əmələ gəlmə istiliklərini verib SO2 oksigen sink S-in tam yanması prosesini aparırlar. Deməli, bunun üçün nə edirik? Sink S-imiz var əlimizdə. Oksigende yandırırıq. Alınır sink oksid və plus SO2. Burada sink S-in qarşısına 2 yazarsan, burada da 2 yazarsan, burada da 2 yazırsan, 4 6. Burada 3 yazmaqla əsasən yekunlaşır, yəni əmsallaşdırma. Reaksiya tənliyini yazın və əmsallaşdırın. Yazdıq, əmsallaşdırdıq. Bu birinci istənilən idi şərt. Və reaksiyanın istilik effektini hesablayın. Bunun üçün, yəni istilik effekti, əgər əmələ gəlmə istilikləri verilirsə, məhsulların əmələ gəlmə istiliyindən çıxırsınız, başlanğıc maddənin əmələ gəlmə istiliklərinin cəmini əmsal nəzərə almaqla və bir də bəsit maddənin əmələ gəlmə istiliyi 0-dır. Bizim tənliyimizdə bəsit maddə oksigendir deyə fikir verirsinizsə uşaqlar, 3 maddəni verim, amma oksigeni verməyib. Oksigenin əmələ gəlmə istiliyi 0-dır. Əmələ gəlmə istiliyi mürəkkəb maddə üçündür. Neçə mol? 1 mol mürəkkəb maddə üçündür. Yazdıq, əmsallaşdırdıq. İstilik effektini hesabla deyir. Bunun üçün Q-dür. Q bərabərdir. Bax, buradan yazıram. Deməli, sink oksidimin, belə deyim də, əmələ gəlməsi 350-dir. Molu nə qədərdir? Baxın, molu nə qədər olacaq? 2 mol. Yazacağım. 2 vurulsun sink oksid üçün 350 plus 2 vurulsun SO2 üçün nə qədərdir? 300-dür, vurulsun 300. Həmin bunun cəmindən çıxacaq başlanğıc maddə. 2 vurulsun sink S üçün 2 vurulsun nə kimi? 200 şəklində yazacağım. Bunu da hesablasaq, deməli eləyər ki, bu 700, bu da 1300, yəni üzərinə 600 gələndə çıxıram 400-ü və buradan da taparıq ki, 900 kilojul. Deməli, bizdən istənilən əmələ istilik effekti, bu da bu ikinci şərt idi. Bu da 900 kilojul. Birinci reaksiya tənliyini yazmaq və əmsallaşdırılmaq istənmişdi. Onu da yazdıq və əmsallaşdırdıq. Keçirik 12-ci tapşırığa. Deməli, maddə verilib. Bu maddələr C3H4-dür və bunun yanması prosesini verib, özü də əmsallaşdırıb. Yenə də yazıram. C3H4, 4 mol oksigende yanır. Reaksiya nəticəsində 3 mol karbon qazı, 2 mol su və 1560 kilojol da istilik ayrılır.
M-i və cədvələ verilənlərə əsasən propenin yanmasından ayrılan istiliyi hesabla. Uşaqlar, baxıram ki, oksigen verib, CO2 verib. Oksigeni M, CO2-ni isə M+1 verib. Yaxşı. Mənim oksigenim 32 qramdır. 4-ə vurduqda 128 qram burada oksigen reaksiyaya girir və əmələ gələn CO2 isə 3 vurulsun 44, o da eləyər 132 qram. Fərq nə qədərdir CO2 ilə oksigenin kütləsi arasında? 132-dən çıxarsınız 128-i, taparıq ki, 4 qram nə var? Fərq var, eləmi? Amma məsələnin şərtində CO2-ni M+1 vermişdi, oksigeni isə M. M+1-dən M-i çıxanda aradakı kütlə fərqi nə qədərdir? 1 qram. Bax, bu 1 qrama əsasən bizdən istilik effektini hesablamamızı soruşur. 4 qram fərq olanda reaksiyanın istilik effekti 1560-dır. 1 qram fərq olanda reaksiyanın istilik effekti. Bir məhsulla, belə deyim də, işarə eləyəcəm və buradan da asanlıqla taparıq ki, belə deyim, bu neçənci tapşırıq idi? 12-ci tapşırıqdır da. Bəli, buradan da asanlıqla taparıq ki, 300 bir dəqiqə bölüm uşaqlar. 15, 3, deməli, 12, 390. Deməli, 390 kilojol istiliyin ayrılması. Bu da məndən istənilən birinci idi. İndi bir də M-i müəyyən etdik. Baxıram ki, 128 qram oksigen reaksiyaya girəndə, bax, o budur. 128 qram oksigen reaksiyaya girəndə kütlə fərqi nə qədərdir? 4 qramdır. Bəs 1 qram fərq olanda nə qədər oksigen reaksiyaya girir? Bunu da Y deyək. Asanlıqla buradan taparıq ki, 32 qram. Yəni, daha doğrusu nə qədər girər? Y deməyək, burada bizə oksigenin kütləsini nə verib? M verib də, onda asanlıqla silərik. Bax, bu Y-i. Bunun yerinə nə yazarıq uşaqlar? M yazarıq. M-i də buradan, bax, bu da M-dir. M-i də buradan taparıq ki, nə? 32. Yəni, bu da məndən istənilən bildiyim qədər birinci ilə M-i soruşmuşdu uşaqlar. M-i 32 tapdıq, bu birinci idi. İkinci də məndən reaksiyanın istilik effektini soruşmuşdu. Bu da 390. Keçək 13-cü tapşırığa. Reaksiyanın tipini cədvələ əsasında müəyyən edin. Natrium, belə deyək, sulfat verilib. Natrium sulfatın barium xlorid ilə reaksiyasını apardığım zaman reaksiyadan alınacaq barium SO4 və plus 2 mol natri xlor. Eləmi? Bu reaksiya uşaqlar 2 mürəkkəb maddə arasında gedir və mürəkkəb maddələr tərkib hissələrini dəyişir və yenidən 2 mürəkkəb maddə əmələ gəlir. Barium SO4 özünə birləşdirir, natrium da xloru alır. Barium SO4 plusünə natrium xlorun alınması prosesi və reaksiya nəticəsində də ağ rəngli barium sulfat çöküntüsünün alındığını görürük. Deməli, bu reaksiya hansı olacaq? Mübadilə. Nə olacaq uşaqlar? Mübadilə. Bunu yazdım bura. Dəmir üzərinə gəlinsin, H xlor alınır. Dəmir xlor 2 plus hidrogen. Dəmir atomları hidrogen xloridin tərkibindəki hidrogen atomlarını çıxardır və reaksiya bəsit və mürəkkəb maddə arasında gedir və reaksiya nəticəsində elə bəsit və mürəkkəb alınır. Bu da olacaq hansı reaksiya nümunə? Əvəz etmə. Bu da oldu mübadilə. Mübadilə. Daha sonra 3-cü reaksiyanı yazsaq, 3-cü reaksiyanı da yazarıq ki, dəmir OH 2 dəfə, dəmir 2 hidroksid, oksigen su ilə reaksiyaya girəcək. Reaksiya nəticəsində alınacaq dəmir OH 3 dəfə, dəmir 3 hidroksid və onun rəngli çöküntü. Reaksiya nəticəsində bir neçə dənə maddə reaksiyaya girdi, bəsit və mürəkkəb və reaksiya nəticəsində bir mürəkkəb alındığı üçün bu da olacaq nə? Birləşmə. Keçək növbəti tapşırığa. 14-cü tapşırıqda gəlin görək nə deyir. Reaksiya tənliyini bizə verir və deyir ki, bu reaksiya tənliyini, bax buradan görürsünüz, daha yazmayacağım. 484 kilojol istiliyi ayırır hidrogenin yanma istiliyini. Baxıram ki, hidrogen neçə mol reaksiyaya girib? 2 mol. Yanma istiliyini, yanmanı soruşursa, istilik effekti 484-ü böləcəm yanan maddə, yəni hidrogenin qarşısındakı abzal. Çünki yanma istiliyi 1 mol maddə üçün tapılır. Bu da eləyəcək 242. Nə eləyəcək? Kilojol bölünsün mol uşaqlar. Bu da K-dir. Deyək ki, 5,6 litr hidrogenin yanmasından ayrılan istilik. Baxıram ki, qayda qanundan 2 vurulsun 22,4 litr hidrogen yanan zaman nə qədər istilik ayrılır? 484 kilojol. Bəs 5,6 üçün olanda nə olacaq? Buna da məchul yazaq, bir, belə deyim də, x yazaq, eləmi? Bu, bundan 4 eləyəcək, yəni 8x bərabərdir 484. X-i də buradan taparıq ki, deməli, nə eləyəcək buradan? 60, bir dəqiqə hesablayayım, 60,5. Bəli, 60,5 kilojol istiliyin ayrılması prosesi baş verəcək. Yəni, bu da 60 nöqtə nə olacaq? 5 olacaq. Keçirəm növbəti məndən istənilənə və deyir ki, 72 qram su əmələ gələn zaman ayrılan istilik. Baxıram ki, su nə qədər əmələ gəlib? 2 vurulsun 18 qram su əmələ gələn zaman ayrılıb 484 kilojol. Yaxşı, 72 qram üçün nə olacaq? Sual işarəsi. Bununla bu 2 eləyir və asanlıqla 2 eləmir, üzr sayın uşaqlar, 36, 2 eləyir və 484-ü də siz vuracaqsınız 2-yə. Bir dəqiqə vurun məndə. Bir dəqiqə, 968.
kilojol istiliyin ayrılması. Buradan da 968 olaraq kilojol olaraq tapdıq. Demək, birinciyə tapdıq 242, ikinciyə tapdıq 60.5, üçüncüyə də tapdıq 968. Keçək növbəti tapşırığa. Növbəti 15-ci tapşırıqla davam etmək istəyirəm. CH6 və CH6 verilir. Yəni ki, propen verilib, bir də ki, etan verilib. Yanma istiliklərini qeyd edir və ayrılan istilikləri CO2-nin miqdarına bizdən müəyyən etməyimizi soruşur. Gəlin bunun üçün kimyəvi reaksiya tənliyini yazırıq. CH6 üçün yazsam, uşaqlar yazıram ki, CH6 oksigində yanır, əmələ gəlir karbon qazı və bir də əmələ gəlir su. Baxıram ki, deməli bu tənliyi əmsallaşdırsaq, bura 3 yazsaq, burada 3 oksigen kəsir olacaq. Ona görə buraya yazıram 2. Burada 6, burada 6. Oksigen 12, 6. Burada nə yazacağım uşaqlar? 9 şəklində qeyd eləsək, belə deyim də, bitər. Heç burada oksigenə ehtiyac yoxdur mən bildiyim qədər. Və indi gəlin baxaq. Deyir ki, yanma istiliyi CH6 üçün 2060-dır. Bunun yanma istiliyi 2060-dırsa, Q istilik effektini tapanda həmin bu 2060-ı vurmalıyam 2-yə. Niyə? Müəllimə gəlin izah eləsin sizə. Çünki burada mənim götürdüyüm CH6-ım 2 moldur. Axı, belə deyim də, istilik effekti verilirsə, başlanğıc maddənin yanma istiliyini tap deyəndə istilik effekti yanan maddənin əmsalına bölünür, eləmi? Deməli, bu maddənin də yanma istiliyini verib 2060. Deməli, ay uşaq, bunun qarşısında 2-dir də əmsal. Deməli, bunu qayıdıb 2-yə vurmalısan ki, sən istilik effektini tapasan, eləmi? Bu mənim istilik effektimdir. Və mənə deyir, ayrılan istilik 103-dür, alınan CO2-nin miqdarını müəyyən etməndən deyir. Deməli, mən istilik effektini tapsam, asanlıqla taparam ki, buradan bir dəqiqə 4000, qoy hesablayayım, 4000, belə deyək də, 4120 olar. 4120 tapdıq. Deməli, 4120-ni nə qəşəng yazdıq, bir dəqiqə. Aha, bu hissəni, hesablama hissələri biraz 4120. Deməli, biz tapdıq istilik effektimizi, Pilius 4120. Okay. İndi deyir ki, ayrılan istilik 103-dür. Yaxşı, baxıram ki, CO2 nə qədər alınıb? 6 mol, molunu soruşur. 6 mol CO2 alınanda 4120 kilojol istilik gəlir. Bəs ayrılan istilik 103 olanda nə qədər olar? Buna da bir nə şəklində qeyd edeyim? X şəklində. Bir dəqiqə, X-i də tapanda 6-nı vururuq 103-ə bölük 4120-yə. Tapaq, X də bərabər olacaq. Bir dəqiqə. Aha, 0,15 mol. Deməli, tapdıq CO2-nin molu nə qədər? 0,15 mol. Bu X-i tapdıq, bizdən X-i soruşurdu. Bunu aldıq, dairəyə haşiyə elədik. İndi keçirəm C2H6-ya uşaqlar. C2H6 oksigində yanır. Alınır karbon qazı, Pilius su. Eləmi? Yenə də biz bura 3 yazsaq, oksigenin belə deyim də, qiyməti tam olmayacaq. Ona görə bura 2 yazacağım, bura 4 yazacağım, burada 6 yazıram. Oksigen 8, 6, 13, 8, 6, daha doğrusu 14, burada 7 yazarıq, bitdi, getdi. İndi mənə deyir, yanma istiliyi 1560-dır. Deməli, bunun Q yanması 1560-dırsa, Q istilik effekti də 1560 vurulsun nə şəklində yazaram? 2 şəklində yazaram, eləmi uşaqlar? Və buradan da asanlıqla taparıq ki, deməli 0, 2 yazaq, 1 yadda 10, 1 də yadda 11, 3120. Deməli, bu reaksiyanın istilik effektini biz nə qədər tapdıq? Pilius 3120. İndi məndən soruşur ki, alınan CO2 0,4-dür. Bu zaman nə qədər istilik ayrılar? Baxıram ki, CO2 nə qədərdir? 4 mol CO2 alınanda 3120 kilojol istilik ayrılır. Yaxşı, 0,4 olanda nə qədər olacaq? Bunu da verib Y, eləmi? Y-i də asanlıqla buradan taparsınız ki, 312 kilojol. Bu da məndən istənilən ikinci şərtdir. Keçirəm növbəti tapşırığa. 16-cı tapşırıqda 11,2 litr asetilin tam yandıqda 650 kilojol istilik ayrılır. Asetilinin yanma reaksiyasının istilik effektini və asetilinin yanma istiliyini məndən soruşur. Bunun üçün deməli nə edərik uşaqlar? 16 nömrəsini qoyum ki, aydın olsun. 16-cı tapşırıqla davam edirik. Asetilini yandırırıq. C2H2 oksigində yanır. Alınır karbon qazı, Pilius su. Bura 2 yazsaq, CO2-nin qarşısına 4, hidrogenin qarşısına 2, oksigenin də qarşısına 5 yazmaqla tənliyi əmsallaşdırırıq. Yanma reaksiyasının istilik effektinə baxıram ki, 11,2 litr asetilin yandığı zaman 11,2 nə qədər istilik ayrıldı? 650. Reaksiya tənliyimdə asetilin nə qədərdir dostlar? Asetilin baxıram ki, 2 mol.
Yəni 2 vurulsun 22,4 litr olanda nə qədər olacaq? Bunu da mənə nə qədər olacaq? Bunu bir kimi soruşur da məni burada. Məhsul x şəklində yazıram. Bununla bu eləyər 2. Asanlıqla taparıq ki, 4 vurulsun 650, bu da 2600-dür. 2600 istiliyin ayrılması prosesi baş verdi. Buradan da baxıram ki, bax mən 2600-ü niyə gətirdim reaksiya tənliyinə yazım? Çünki mən reaksiya tənliyində asetilenə görə, reaksiya girən asetilenə görə hesabladım da 2 vurulsun 22,4. Və asetilenin yanma istiliyini soruşur. Bu məndən istənilən birinci idi, eləmi? Yanma istiliyini soruşursa, mən istilik effektini yanan maddə asetilenin əmsalına bölürəm. 2600-ü də bölürəm 2-yə. Q yanmanı tapıram ki, burada nə qədər? 1300. Aydındır, bu da məndən istənilən ikinci şərt idi. Keçək 17-ci tapşırığa. Gəlin görək 17-də nə deyir? Nömrə qoyuram. 17. 17-də qeyd eləyir ki, yenə asetilen hidrogenlə yanır, C2H4 əmələ gətirir. Hidrogen-hidrogen rabitəsinin enerjisini və C2H2 plus H2 reaksiyasının istilik effektini hesablayaq. Uşaqlar, əvvəl C2H2 hidrogende yanır, alınır C2H4 plus 45. HH rabitəsini soruşur. Bu məndən istənilən birincidir. Gəlin görək, burada nə deyərik? Demək, istilik effektini də nə qədər verib? 45. 45 bərabərdir. Baxın, bunun üçün biz nə edəcəyik uşaqlar? Gəlin bunu açıq formada yazsaq ki, bunu bilməyən uşaqlar olar, çaşa bilən uşaqlar olar ki, müəllimə bunu niyə 2-yə vurdu, bunu niyə 3-yə vurdu? Asetilenin quruluşu belədir. HH, 3 qat rabitə CH. Plus hidrogen alınır. CH2, CH2. Çünki bu C2H4 etilində quruluş belədir. Q-nü verib 45 bərabərdir. Mörtəzə açıram. Karbon-karbon 2 qat rabitəmin nə qədər verib uşaqlar? Baxın, bura baxın, 150. 150 plus. Karbon hidrogeni nə qədər verib? 100. Burada neçə dənə karbon-hidrogen rabitəsi görürsünüz? Hidrogenin sayı qədər uşaqlar. Karbon-hidrogen rabitəsinin sayı sigmadır və hidrogenin sayı qədərdir. Nə yazacağım ha uşaqlar? Yazacağım ki, 4 dənə gördüyüm üçün 4 vurulsun 100. Eləmi? Bunu yazdım. Çıxılsın. Karbon-karbon 3 qat rabitə bax budur. 3 qat rabitənin uzunluğunu nə qədər verib? 200. Eləmi? Plus. Karbon hidrogenin sayı yenə neçə dənə olacaq uşaqlar burada? 2 dənə. Bax, bir dənəsi buradadır. Hidrogenin sayı qədərdir. Asetilində 2 hidrogen var. Onda 2 vurulsun yenə 100. Eləmi? Plus hidrogen rabitəsini də mən bilmirəm də. Elə məndən onu soruşur. Onu da bir məhsul deyərəm, bir x deyərəm. 45 bərabər olacaq. Bu 400-dür. 550 yazaram. Çıxılsın. Bu 200-dür. 100-ü də vurdum 2, 200, 400. 400 plus x. Eləmi uşaqlar? 45 bərabər tam ətraflı yazıram ki, sizə aydın olsun. 550 çıxılsın 400, çıxılsın x. Yenə də 45 bərabərdir. 100, belə deyək də, 110-dur da, elə uşaqları bu. Yox, 110 olmayacaq. 150. 150 minus x. Buradan da mənfi x bərabərdir. Mənfi 105. X-i də taparıq ki, 105 kilojoule bölünsün mol. Aydındır, bu məndən istənilən birinci şərt idi, hidrogen-hidrogen rabitəsini. Bu məndən istənilən birincidir. Bax, bunu yazdım, buradan H-yi aldım. Sonra deyir ki, C2H2 plus 2H2 yazıram. Buradan yazıram. C2H2 plus 2H2 alınıb C2H6. İstilik effektini soruşur. Yəni, asetilenin quruluşunu bu formada yazdım. Plus 2 dənə HH yazdım. Alınan C2H6-nı belə yazıram. Uşaqlar, mən belə yazdım. C2H6 belə yazılır. CH3, CH3. Aydındır, alkanların ikinci nümayəndəsi. İndi Q-nü tap deyir məndən. Q bərabər olacaq. Karbon-karbon təqət rabitənin uzunluğu nə qədərdir? 85 yazıram. 85 plus. Karbon-hidrogen sayı, hidrogen sayı qədərdir 6 dənə. 6 vurulsun 100, eləmi? Çıxılsın başlanğıc maddə. Karbon-karbon çıxat rabitə 200-dür. Plus karbon-hidrogen nə qədərdir? Baxıram ki, hidrogenlərin sayı qədərdir, eləmi? 2 dənə var da, C2H2-də 2 hidrogen var da. 2 vurulsun nə şəklində yazacağım uşaqlar? 100 plus 2 vurulsun. Hidrogen rabitənin sayını da biz bayaq neçə tapdıq? 105. Bax, burada fərqli qələmlə yazacağım dostlar. 105 tapmışdıq da, bax burada biz. İndi onun üçün nə edəcəm? 105 tapmışdıq. 2 vurulsun. 2 hardan çıxdı əmsaldır? Hidrogen də nə olacaq? 105 şəklində olacaq. Buradan da Q-nü asanlıqla hesablasaq, görərik ki, bu 685 çıxılsın. 200, 200, 400. 105-i də 2-yə vursaq, eləyər 210. 210. 400-dən də 210 eləyər nə? 610. 610. Eləmi?
bunu. Q-nü də buradan asanlıqla taparıq 75. Hesablamanın yenə də özünüz fikir verirsiniz, amma qaydası düzdür. 75 kilojoule. Yəni buradan da tapdıq ki, reaksiyanın istilik effektini soruşur məndən. Burada kilokalori ilə verdiyi üçün kilokalori şəklində yazarıq. Bu da məndən istənilən ikinci şərt idi dostlar. Keçək növbəti tapşırığımıza. Görək növbəti tapşırıq nə deyir uşaqlar? 18-ci tapşırıqla davam etmək istəyirəm. Kalsiumun tam yanma reaksiyasının istilik effektini verib yazıram. Kalsium üzərinə gəlsin oksigen, alınır 2 mol kalsium oksid. Kalsiumun qarşısına 2 yazırıq. Yanmaya sərf olunan oksigen həcmi 5,6 litr olanda ayrılan istilik. Kalsiumun tam yanma reaksiyasının istilik effekti 1280-dir. Baxıram ki, qayda qanundan oksigenin sərf olunan oksigen həcmi 1 mol oksigendir. Bu 22,4 litrdir. 22,4 litr oksigen sərf olunanda 1280 kilojoule istilik ayrılır. 5,6 olanda isə nədir? X məchul şəklində qeyd edilib də. X də bərabərdir. Bu bundan 4 eləyər. 320 kilojoule. Bunu tapdıq. Daha sonra deyir ki, ayrılan istilik 640 olanda yanmaya sərf olunan oksigen həcmi. Baxıram ki, 1 mol oksigen, belə deyək də, digər adı ilə 22,4 litr oksigen reaksiya girəndə 1280 kilojoule istilik ayrılır. Bəs 640 istilik ayrılanda nə qədər girər? Yəni bunu da Y ilə verdiyi üçün Y yazar. Bundan bu 2 eləyər. Y-i də asanlıqla buradan taparsınız ki, 11,2 litr. Yəni bu da bizdən istənilən ikinci şərt idi. Bu da birinci şərtdir. Aydındır. Daha sonra keçək 19-cu tapşırığa. 19-da nə deyir? Gəlin görək uşaqlar. Deməli, P-xlor3 və P-xlor5-in əmələ gəlmə istiliklərini bizdən soruşur. Dostlar, P-xlor3-ün əmələ gəlmə istiliyini deyirsə, əmələ gəlmə istiliyi nə idi? 1 mol mürəkkəb maddənin bəsit maddələrdən əmələ gəlməsi zamanı ayrılan yaxud da ki, udulan istiliyin miqdarına deyilir əmələ gəlmə istiliyi. Baxıram ki, həqiqətən də P-xlor3 və 2 dənə bəsit maddə olan fosfor və xlordan əmələ gəlib. Aydındır. Yəni başlanğıc maddə mürəkkəb olsaydı, mən onun P-xlor3-ün əmələ gəlmə istiliyini tapa bilməzdim. Onun əmələ gəlmə istiliyini tapmaq üçün onu əmələ gətirən maddələr bəsit halda olmalıdır. Tərif onun üçün deyir, 1 mol mürəkkəb maddənin bəsit maddələrdən əmələ gəlməsi zamanı ayrılan yaxud udulan istiliyin miqdarına. Aydındır. Onda Q əmələ gəlmə P-xlor3 üçün tapanda bu 560-ı uşaqlar bura 2 yazmaq yadımdan çıxıb, yaxşı ki, sonradan görün. Bölürük 2-yə. Buradan da tapırıq ki, 280 eləyər də uşaqlar. Bəli, 280 kilojoule bölünsün mol. Bunu bildik. Keçirəm ikinciyə. P-xlor5-in əmələ gəlmə istiliyi. Baxırsınız uşaqlar. P-xlor5-in, bax bu iki reaksiyanı yazıram buradan. 2P plus 3 xlor 2 alınır 2 mol P-xlor3 plus 560 eləmi? İkincidə də yazır ki, bu P-xlor3 xlor 2 ilə reaksiya girib alınır P-xlor5 plus 87 eləmi? Məndən də P-xlor5-in əmələ gəlmə istiliyi. Deməli, mən bu reaksiya tənliyində müəyyən mərhələlər, proseslərə aparmalıyam. Sonda mənim P-xlor5-im bəsit maddə olan fosfordan və xlordan əmələ gəlməlidir. Mən bu formada P-xlor5-in əmələ gəlmə istiliyini tapa bilmərəm. Çünki onu əmələ gətirən maddələrin başlanğıcdan biri mürəkkəbdir, P-xlor3-dür. Aydındır uşaqlar. Onun üçün mən tənliyimdə bəzi proseslər həyata keçirmək istəyirəm. Baxıram ki, mən P-xlor5 necə alına bilər? Fosfor üzərinə gəlinsə xlor 2 alınar P-xlor5 eləmi? Məsələn deyirəm. Bura 2 yazarıq, bura belə deyək 2 yazarıq, bura 5. Buradan asanı bax bu tənliyi mən əldə etmək istəyirəm. Bu tənliyimin içərisində P-xlor3-üm yoxdur deyə mən bax bu yuxarıdakı tənlik var, sistem tənlik. Orada P-xlor3-ü ləğv etməliyəm. Ləğv etmək üçün bax bu tənlik görürsüz dostlar. Burada hər tərəfi 2-yə vururam. Neçəyə vurdum? 2-yə. Oldu 2P-xlor3, 2 xlor 2, 2P-xlor5, 87. Onda istilik effektində vurulur da. Vurulsun neçəyə? 2 şəklində. Bunu vurduqdan sonra baxıram ki, mən yuxarıdakı tənliyimə baxıram. Burada da P-xlor3 kim oldu? Burada da. Bunlar getdi. Qalanlarını toplayıram. Bax, yekun tənliyi buradan yazacağam. 2 fosfor plus 3 xlor 2 ilə 2 xlor 2-ni topladım. 5 xlor 2. Daha sonra burada da qaldı 2P-xlor5 plus 560 ilə da bu 87-ni 2-yə vursam eləyər 174 eləmi uşaqlar? Buradan da 174. 500 belə deyək də, sonda bu 560 ilə 174-ü toplasaq nə eləyər? 4, 3 yazaq bir yadda, 734. Yəni onda bunu silib, bura 734-ü, bir dəqiqə, bu niyə belə oldu? Hə, bunu silərəm, bura yazaram mı 734 uşaqlar? Yazarıq. Niyə yazmayaq? 734 kilojoule yazdıq. İndi məndən soruşur P-xlor5-in əmələ. Gördünüz uşaqlar, bax buna gəldik mi? Gəldik. Bunun üçün də məndən sonda deyir ki, Q əmələ gəlmə P-xlor5. Bunun üçün reaksiyanın istilik effekti 734-ü bölüləm əmələ gələn P-xlor5-in qarşısındakı əmsala. Deməli, burada da asanlıqla da ki, tapacaqsınız ki, nə? Bu, deməli, 19-cu tapşırıqdır da. Bəli, buradan da taparıq ki, 734 bölünsün neçə?
2. Bu da eləyər nə qədər uşaqlar? Bir dəqiqə kalkulyatorda bölüm. 734 bölünsün 2. Bu da eləyəcək bizdə deməli 734 eləyəcək də. Bəli, 734-ü də bölürəm 2-yə, eləyəcək 367. 367 kilojol bölünsün mol. Uşaqlar, bu da bizdən istənilən ikinci şərt idi. Bunu ikinci məndən istənilən cavab idi. Birincini də tapdıq. Nə qədər uşaqlar? Birincini də tapdıq 280. Bax, bu birinci buradadır 280. İkinci də ki, bax, buradadır 367. Keçirəm növbəti tapşırığa, nəhayət yavaş-yavaş yekunlaşırıq. Demək, 4,8 qram kivanetli metal yananda 122 kilojol istilik ayrılır. Metalım var, oksigende yandı və əmələ gəldi metal oksidi, eləmi? Və metal oksidi yarandı və mənə deyir ki, bunun 4,8 qramda yanan zaman 122 kilojol istilik ayrılır. Okay. Və alınan oksidin əmələ gəlmə istiliyi bu qədər olarsa, X-in nisbi atom kütləsini müəyyən edin. Demək, bax, burada ipucu var. Alınan oksidin əmələ gəlmə istiliyini 610 verib. Alınan oksidin əmələ gəlmə istiliyini 610 veribsə, alınan əmsallaşdırdığım zaman oksidin moluna baxıram ki, 2 mol. Axı, əmələ gəlmə istiliyi 1 mol üçün tapılır. Deməli, mənim reaksiyamın istilik effektini tapmaq üçün əmələ gəlmə istiliyini bu əmələ gələn maddənin qarşısındakı əmsala vurub tapacağım istilik effektini. Aydındır? Yəni, 610-u 2-yə vuracağıq biz və bizim reaksiyamızın istilik effekti nə olacaq? Həmin bax bu qiymət olacaq. Buradan da asanlıqla tapacağıq ki, nə? 1220. Deməli, vursaq, belə deyək də, bu da eləyəcək 1220. Bunu yazdım bura. Aydındır. Və mənə deyir ki, bu 4,8 yananda 122 kilojol istilik ayrılır. Baxıram ki, qayda qanunla da 2 metal yandığı zaman 1220 ayrılacaq. Bu bundan eləyər 10. 2 metal bərabər olar 48-ə. Metalın da kütləsini taparsınız buradan 24 qram. Burada söhbət maqneziumdan gedir. X-in nisbi atom kütləsini soruşurdu. 1 tapdım. Və deyir ki, sərf olunan oksigenin mol miqdarı. Baxıram ki, oksigen 1 mol oksigəndə 1 mol oksigen reaksiya girəndə 1220 kilojol istilik ayrılırsa, 122 üçün nə qədər? 122 kilojol istilik ayrılsa nə qədər olar? Məchul. Buradan da X asanlıqla taparam ki, 0,1 mol. Deməli, burada da oksigen olacaq 0,1 mol. Bu da məndən istənilən ikinci şərt idi. Keçək 21-ci tapşırığa. Gəlin görək 21-də nə deyir? Deyir ki, CH4 verib və oksigenlə reaksiyasını verir. Yazıram. Yazmayacağım uşaqlar. Burada özü qeyd eləyir də day. Plus 880 kilojol istilik ayrılır. Və deyir CO2-nin litrəsi 5,6 olanda əmələ gələn su və istilik effektini müəyyən et. Baxıram ki, qayda qanunla bax CO2-mə baxın, bax yazıram qarşısına. 1 mol CO2 alınıb, eləmi? Yəni, digər adı ilə 1 mol 22,4 uyğundur. 880 kilojol ayrılırsa, 5,6 litr üçün nə qədər olacaq? Belə deyək də, istilik effektinin qiyməti Y. Bax, Y-lə verib də. Y-i də buradan taparsınız ki, bu bundan 4 eləyər. 220 kilojol. Deməli, 220 tapdım burada. Keçirəm X-ə. Baxıram ki, CO2 22,4 litr alınanda əmələ gələn suyum nə qədərdir? 2 mol. 2 vurulsun 18. Bəs 5,6 üçün olanda nədir? Buna X şəklində soruşur. Bu bundan 4 eləyər, bu da bundan 2 eləyər. X-i də asanlıqla taparıq ki, nə qədər? 9 qram. Yəni, bu da məndən istənilən birinci idi. Bu isə istənilən ikinci variant idi. Yəni ki, Y və X şəklində ifadə etsək, nə edərik? Qeyd edərik. Nəhayət 22-ci tapşırığa gələk və reaksiyanın istilik effektini məndən soruşacaq və soruşur, daha doğrusu və bir də ki, yanma istiliyini gəlin görək, bir dəqiqə böyüdək. Nə deyir uşaqlar? Deməli, 2XS oksigəndə yanır və yanması nəticəsində 2 mol XO alınır. Plus 2 mol da SO2 alınır. Okay. Və mənə deyir ki, XS-in yanma istiliyini 200 verib. XS-in molu neçədir? 2 mol. Deməli, bu reaksiyanın istilik effekti 400 olub ki, onu bölmüşəm bu 2-yə, yanma istiliyi 200 alınıb. Baxıram ki, tam yanması zamanı ayrılan istilik nə qədərdir? 40-dır. Nə qədər yananda? 19,4-ü yanan zaman ayrılan istilik 40-dır. 2 vurulsun X plus 32-si yanan zaman isə qayda qanunlar nə qədərdir? 400-dür. Bu bundan 10 eləyər. 2 vurulsun X plus 32 bərabərdir, belə deyək də 194, X plus 32 bərabərdir 997, buradan da X asanlıqla taparsınız ki, 65 qram. Məndən də yəqin ki, bunun nisbi atom kütləsini soruşur, 65 qram, bu məndən istənilən ikinci idi. İndi mənə deyir, reaksiyanın istilik effektini tap. Okay, reaksiyanın istilik effektində nə qədər tapdıq? 400 kilojol tapdıq da, yanma istiliyinə əsasən. Birinci şərt istənilən də nədir? 400 kilojol. Aydın uşaqlar, bunu da qeyd etdik belə. Silək. Nəhayət sonuncu tapşırıqla uşaqlar yekunlaşırıq. Deyir ki, CH5OH, yəni etil spirtidir burada. Bir atomlu spirtlərin ikinci nümayəndəsi. Yazıram CH5OH. Oksigəndə yanır. Yanması nəticəsində karbon qazı və su əmələ gəlir.
CO2-nin qarşısına 2, hidrogenim solda 6-dır, bura yazıram 3. Baxıram sağda 4 dənə oksigen, burada 3, oksigen suyun tərkibində 7, solda biri CH5 OH-ın içində çıxıram 6, bura yazsam 3, bitdi təlim. Reaksiyanın istilik effektini spirtin yanma istiliyini tap. Uşaqlar, reaksiyanın istilik effektini tap deyirsə, və CO2 suyun CH5 OH-ında əmələ gəlmə istiliyi verir. Biz oksigenin əmələ gəlmə istiliyi 0-dır, çünki o bəsit maddədir. Aydındır. Q-nü tap deyəndə, istilik effektini tapanda əmələ gəlmə istiliyinə görə məhsulların əmələ gəlmə istiliklərinin cəminə başlanğıc maddənin əmələ gəlmə istiliyini çıxırıq, eləmi? CO2-nin əmələ gəlmə istiliyi nədir? A-dır. Əmsal nəzərə alınmaqla uşaqlar. Bax, əmsal neçədir? 2. 2 vurulsun A, plus su üçün B-dir, 3B. Çıxacam nəyi? CH5OH-ın əmələ gəlmə istiliyi C-dir. Molü də 1 olduğu üçün elə sadəcə C. Məndən Q-nü soruşur, elə bu birinci budur. Bunu yazdım. Deyir, spirtin yanma istiliyi. Spirt 1 moldur. İstilik effektini nə qədər tapmışam? İstilik effektini də 2A plus 3B, 2A plus 3B çıxılsın C. Çıxılsın C. Bunu tapmışam. Onda uşaqlar, spirtin yanma istiliyi Q yanma CH5OH üçün. İstilik effektimi, yəni 2A plus 3B tam yazıram ki, başa düşün. Bölü onun qarşısına kəmsat 1-ə. Elə onda da buradan da tapıram ki, 2A plus 3B çıxılsın C. Nə? Çıxılsın C. Yəni doğru cavab burada 1-ə uyğun istilik effekti 2A plus 3B çıxılsın C-dir. 2-yə uyğun olan 2A plus 3B çıxılsın C-dir. Bu da 2-yə uyğundur. Ümidvaram ki, başa düşdünüz uşaqlar. Belə deyim də, nəyinsə başa düşməsəz, nəsə aydın olmasa, qoyacağım nömrə ilə əlaqə saxlaya bilərsiniz. Belə deyim də, videonun altına. Bir də ki, mənim ödənişsiz sınaq qruplarım mövcuddur. Yəni ki, heç bir ödəniş etmədən həmin bu nömrə ilə əlaqə saxlayarsınız. Videonun altında qoyacağım nömrə ilə. Əlaqə saxlayaraq sizi o qrupa daxil edə bilərəm. Hələlik